Yaxşısı budur da xoş gördük. İndiki uşaqların boyu yaman qısadır. Yaşıdlarından geri qalırlar. Sanki uşaqlarda cılızlaşma gedir. Sözlərini son dövrlərdə çox eşidirik. Bəs boy hormonuna müsbət təsir edən amillər hansılardır? Nə edək ki, uşaqlarımızın boyu qısa qalmasın? Suallarına cavab axtarmışıq. Yaxşısı budur, diqqətiniz bizdə olsun. Boy uzanmasının qarşısını alan amillər hansılardır? Necə qidalanmaq lazımdır ki, qısa boylu olmayaq? Boy uzanmasına müsbət təsir edən vasitələr nələrdir? Hansı vitaminlər boy hormonlarına yaxşı təsir edir? İdman növlərindən hansı boyun uzanması üçün faydalıdır? Genetik faktor varsa onu dəyişmək mümkündür? Dünyada məşhur İlizarov üsulu ilə boyun uzadılması əməliyyatını kimlər etməlidir? Məşhur qonağımız mövzumuzla bağlı hansı maraqlı məqamı danışdı? Bütün bu və daha maraqlı suallara cavab az sonra yaxşısı budur da. Əksər insanlar üçün boy hormonu beyindəki hipofiz tərəfindən təbii şəkildə əmələ gəlir. O, boy uzanmasına, həmçinin bir çox digər mühüm funksiyalara da fayda verir. Güclü, sağlam sümük inkişafı, metabolizmanın, xüsusilə də əzələ və yağ balansının tənzimlənməsi, orqanların inkişafına boy hormonu müsbət təsir göstərir. Bizim hipofiz vəzimiz beyində yerləşən bir vacib orqandır. Onun ölçüsü təxminən düyü və yaxud da mərci boydadır. Amma o balaca, kiçik vəz o qədər önəmli funksiyalar yerinə yetirir ki, onların hər hansısa bir defisiti tək boy hormonu deyil, digər hormonlar da adını çəkdiyim tiroid hormonlar, cinsi hormonlar, bunlar da məhz hipofizdən ifraz olunur. Onların ifrazında bir patologiya olarsa, bu uşağın birinci növbədə fiziki inkişafına mənfi təsir edir. Yəni boy geriliyi olur və s. Ata-ana hündür boydursa, uşağın qısa boylu olma ehtimalı çox azdır, çox nadirdir. Çünki uşaq ana-atanın genetik davamçısıdır. Ona görə məsələn, mənim olub xəstələrim ata-ana qısa boylu olub, uşaqların uzun boy olmasını gözləyirlər. Mən həmişə ona izah edirəm ki, sizin hədəf boyunuz məsələn ata-anada nədirsə, uşaq da onların bir ortaq bir nöqtəsidir. Yəni sizin uşağınız 2 metr boyunda olmayacaq, əgər siz 1.60 boyundasınızsa. Boy hormonu hormon olaraq Azərbaycanda problemdir. Hal-hazırda endokrinoloji mərkəzlərdə də bu bir nömrəli təbii siqnallarından biridir. Valideynlər həmişə bundan narahatdırlar ki, uşağın boyu balacadır. Alimlərin fikrincə, insanların yaşadıkları bölgə və iqlim şərtləri də boya təsirsiz ötüşmür. Məsələn, şimalda soyuq iqlimdə yaşayan uşaqlar isti, cənub ölkələrində olanlardan daha çox boy atır. Bəzi millətlər var ki, onlar çox uzun boyludurlar, amma bəzi millətlər var ki, məsələn, onlar qısa boylular. Onlarda çox nadirən uzun boylu fərqləri görə bilərsən. Bu, biraz yaşadığın coğrafiya ilə də əlaqəlidir. Məsələn, dağ zonasında insanlar biraz hündür boylu olurlar. Nəinki biraz daha aşağı, dəniz aşağı zonada yerləşən insanlarda. Uşağın həmyaşıdlarından balaca boy olmasının bir çox səbəbləri olsa da, bunu ilk olaraq genetikaya bağlayırlar. Bəs bu haqda genetikimiz nə düşünür? Metilləşmə də var, belə bir anlayış var. DNT-nin metilləşməsi öz formasını dəyişir, amma mutasiya uğramadan. Bunun böyük bir rolu var. Ümumiyyətlə, boy elə bir şeydir ki, burada bir dənə gendən söhbət getmir. Yüzlərlə gen var, hansı ki, boyun hündürlüyünə təsir edir. Qohum evlilikləri təbii ki, birbaşa təsir edir. Qohum evlilikləri həm də ki, genlərin cırlaşmasına səbəb ola bilir. Hamımız bilirdi, cır alma. Nədən, niyə cırlaşır? Həmişə eyni pozisiyadadır, eyni sortlar arasında əgər çarpaz tozlanma gedirsə və bu alma sortun cırlaşmasına səbəb gətirib çıxardacaq. İstənilən bir meyvənin və tərəvəzin. İnsanlar arasında da bu beləçinədir. Qohum əlaqələrində həmişə, təbii ki, bu birinci nəsildə, ikinci nəsildə özünü bir özə vermir. Amma 200-300 ildən söhbət gedəcəksə, bunu daha kəskin şəkildə görə bilirik. Hal-hazırda 13-14 yaşda menstruasiyası başlayan qızları biz az görürük. Əsasən 10-11 yaş görürük. 12 yaş belə gecdir, artıq az görürük 12 yaşda menstruasiyanın başlaması. Yəni genetikadan da daha vacib faktorlar hal-hazırda uşaqlarda cinsi inkişafın tez başlayıb sürətli getməsidir. Tendensiya onu göstərir ki, artıq çəki artdıqca yeniyetməli cinsi inkişafın başlama müddəti də tezləşir. Digər məhsulların arasında plastikin istifadəsi, bisfenol plastikin tərkibində olan maddə cinsi inkişafın sürətli başlanmasına səbəb olduğu qeyd olunur. Bəs ona görə də yeniyetməlikdə istər oğlanlar, istər qızlarda bir boy artımı, sürətli bir boy artımı olur. Əgər genetik faktor varsa, ona təsir etmək olar.
genetikaya rəğmən uşağın boyunun uzanmasına nail olmaq olar? Neçə nəsildən sonra artıq statistikanı yaxşı dəyişmək olar. Bu ilk növbədə bir ixtisaslı həkimlərin işi deyil. Burada ümumiyyətlə maariflənmə işləri də kifayət qədər aparılmalıdır. Mütəxəssislər deyir ki, uşaqların boy atmasının qarşısını alan vasitələrdən biri də ciddi xəstəliklərdir. Tənəffüs yolları problemləri, qan azlığı, bağırsaq və ürək narahatlıqları boyun uzanmasına əngəl ola bilər. Uşağın hər hansı bir irsi xəstəliyi olsa və yaxud da endokrin sistemində, hipofiz sistemində, böyümə hormonu sentez edən sistemində bir defekt olsa və yaxud da hər hansı bir xəstəlik olsa və yaxud da hər hansı bir infeksiyon xəstəliyi keçirsə, travma olsa, bunların hamısı bir-birinə təsir edən bir sistemlərdir. Anadan gəlmə skelet displaziyaları var. Yəni bu uşağın heç bir hormonal problemi yoxdur, amma skelet özü anadan gəlmə olaraq kiçikdir. Gövdəsi ilə ətraflar qeyri-proporsionaldır. Yəni bu zamanda uşağın boyu geri qala bilər. Bir çox hallarda da gözdən qaçan səbəblərdən biri tiroid hormonlardır. Yəni el arasında zod deyilən qalxına bənzər vəz hormonlardır ki, orada da əgər hormonal çatışmazlıq varsa, uşağın boyu ciddi surətdə geri qalacaq. Uşaqlarda boyun qısa olmasına müasir dövrün bəlası hesab olunan telefonlar, gadjetlər və kompüterlər mənfi təsir göstərir. Çünki onlar vasitəsilə boyunda və onurğada problemlər yaranır. Bu isə dolayısı yolla uşaqların boyunun kiçik qalmasına gətirib çıxarır. Müasir dövrdə text neck adlı yeni bir problem yaranıb. O, insanların başlarına əyib uzun müddət telefona baxdıqda boyun əzələlərinə və onurğaya zərər vuran problemdir. Bu, xroniki ağrılara və duruş problemlərinə gətirib çıxarır. Həmçinin boy uzanması hormonuna da təsirsiz ötüşmür. Həftə ərzində 8 saatdan artıq telefon və ya da planşetlə məşğul olan uşaqlarda mental gerilik baş verir. Gün ərzində 10-15 dəqiqə, həftə ərzində 2 saatla məhdudlaşdırılmaq artıq elm tərəfindən sübut olunubdur. Araşdırmalar nəticəsində çox təəssüf ki, bizim uşaqlarımız gündə 3-4 saat ərzində məşğul olunur. Bu da uşaqların fiziksel həm də mental geriliklərinə əmələ gətirirlər. Uşaq fiziki aktiv olmalıdır. Amma bugün telefonlar uşaqları oturaq həyat tərzinə məhkum edirlər. Uşaqlar daim oturur, ləzzət, həzz hissini telefondan alır, alternativ oyunlara, sosial işlərə, sosial mühitə meyl etmirlər və bu da onların skeletlərinin düzgün formalaşmamasına, dolayısıyla boy geriliyinə səbəb ola bilər. Düzdür, planşet, telefon, multfilmlər bu uşaqları sakit qoyur. Amma gələcəkdə nə qədər böyük bir problemlərini yaradır. Yəni gözdən tutmuş əqli inkişafına gedilər. Həmin uşaqlar həmişə qapalıdır. Onlara məhz telefon lazımdır, gizgi filmləri və s. Amma inanın ki, ən azı bizə bir valideyn olaraq, yəni mən də adi bir insanlardan nümunə kimi də göstərsəm, bir ay ərzində biz əziyyət çəkdik valideyn olaraq. Məsələn, uşaqlar başqa bir şey istəyirdilər, biz onlara başqa bir oyuncaq verirdik və s. Amma bir aydan sonra bunlar hamısı unuduldu. Boy hormonunun, yəni somatotrofinin az ifraz olunması boyun qısa olmasına gətirib çıxarır. Əziz valideynlər, əgər bundan narahatsızsa, onu yoxlatmaq olar. Necə? Bu haqda həkimimiz danışdı. Boy uzanacaqmı və yaxud da artıq boy hədəf boyuna çatıbmı, bunu müəyyən eləmək üçün əl rentgen qrafiyasından istifadə edə bilirik. Çünki bəzən elə olur ki, kriter olaraq qızlar 12-13, oğlanlar 14-15 yaşına qədər hədəf boylarına çatmalıdırlar. Amma bəzən olur ki, oğlan 15 yaşı var, amma valideyn düşünür ki, yəqin ki, bunun boyu daha da artacaq. Bunu biz dediyim kimi o əl rentgen qrafisi ilə çəkdirəndə artıq böyümə mərkəzlərinin bağlandığını görəndən sonra artıq valideynin məlumat verir ki, yəni bu uşaq artıq bundan sonra boyu çox da uzanma ehtimalı yoxdur. Bəzən endokrin olaraq hormonal testlər falan da verə bilər, böyümə hormonu miqdarına baxmaq üçün. Burada həm endokrinoloqun, həm travmatoloqun, bəzən də fizioterapevtlərin ortaq bir fikrini öyrənmək müəyyən daha doğru olar. Boy artımı genetik faktorlarla əlaqəli olsa da, boy hormonunun sintezində sağlam qidalanma olduqca əhəmiyyətlidir. Çünki sağlam qidalanma orqanizmdə pi və insulin səviyyəsini tənzimləyir, nəticədə həmin hormonun ifrazı sürətlənir. Xüsusilə də melatoninlə zəngin yumurta, balıq, xardal toxumu, pomidor, çərəzlər, üzüm, nar və moruq yemək, həmçinin triptofanla bol olan süd, lobya, qırmızı ət yemək də xeyirlidir. Eyni tipli qidaların, yəni yüksək kalorili, proteinli qidalardan az istifadə edən uşaqlarda da ola bilər, görə bilərik.
Çünki sümüyün bəslənməsi üçün kalsium, fosfor, digər mikroelementlər çox önəmlidir. D vitamini ilə təmasda olması çox önəmlidir. Sağlam qidalanma, düzgün qidalanma, bol meyvə tərəvəzli, ağartılı qidalar, sözsüz ki, mütəmadi protein qəbulu, ət, yumurta tipli heyvani protein məhsulları uşağın boyuna müsbət təsir edə bilər. Yaxşısı budur. İşimiz həyatda bilməli olduğumuz vacib məqamlara aydınlıq gətirməkdir. Dünya tibb tarixində ən uzun boylu adam Robert Wadlow 22 fevral 1918-ci ildə ABŞ-da anadan olub. O anadan olanda normal çəkisi və boyu olsa da 8 yaşından sürətlə artaraq 1 metr 88 sm hündürlüyə çatıb. 22 yaşında Robert 2 metr 72 sm uzanaraq Dünya Rekordlar kitabına adını ölümündən sonra yazdıra bilib. O, 1940-cı il qan azlığından əziyyət çəkib və ABŞ xəstəxanalarının birində dünyasını dəyişib. Bu dəfəki verilişimizin məşhur qonaq rubrikasında boyu çox qısa olan bir qonağımız var. Bariton səsli, gözəl ifaçımız Vüqar Muraddır qonağım. Necəsiz Vüqar bəy? Boyunuz çox qısadır. Sağ olun, uca boyu xanım, sağ olun. Teşekkür ederim. Mövzumuz boy qısalığı ilə bağlıdır, amma bizdə təəssüflər olsun ki, bu halla çox rastlaşırıq. Boy uzun adamlar isə çox belə deyək də təktüktür artıq. Müasir dövrdə təəssüflər olsun ki, cırlaşma gedir. Amma sizin maşallah gözəl boyunuz, buxununuz var. Cırlaşma getməyin ən böyük səbəblərindən birisi düşünürəm ki, qohum evliliyidir, qohum evliliyi. Necə gözəl vurğuladınız. Bizim mütəxəssislərimiz də onu deyir. Bunun ən birinci fəsad budur. Uşaqların çox zəkalı olmamağı, Bəli. uşaqların çox savadlı olmamaqları, boyunlarının qısa, boylarının qısa, boyunlarının qısa olma səbəbləri qohum evlilikləridir, yaxın evlilikləridir. Bugünkü gün nə gözəl ki, artıq dövlətimiz bunlara qadağa qoyub. Qohum evliliklərinə qadağa qoyulub, biboğlu, dayı oğlu, nəm xala qızı. Bunun səbəbləri budur və bir də genetik qarışımın olmamağıdır. Genetika qarışmalıdır. Mən bir dəfə bunu demişdim, çoxları məni topa tutdular. Dedim, valla ölkəmizdə o qədər az saylı xalqlar var, digər xalqlar nümayəndələri var. İngiloyu var, Gürcüsü var, Avarı var, Caxuru var, Kumuku var, Udini var, Talışı var. Canım sizə desin, Rusu var, Ukraynalısı var. Yəni, ən azından hətta biraz demişdim, nə vaxta qədər Əflatundan kifayət evlənəcək də. Bir dəfə bu Kristina ilə dəyişmək lazımdır bunu. Ali ilə Nino evlənsin. Yəni bilirsiniz, bu şamil olunmur ki, yəni belə bir şey olmasın. Sadəcə olaraq uşaqların daha gözəl göyçək, daha savadlı, daha zəkalı olmaq üçün mütləq şəkildə genlər bir-birinə qarışmalıdır. Yəni bunu bizim həkimlərimiz də deyir. Bu mənim zaten öz düşüncəmdir və ümumi praktika bunu göstərir ki, bəli, həqiqətən. Həyat təcrübəmiz. Məsələn, mən qarışığam, məsələn. Mən metisəm. Mənim nənəm ləzgidir, babam türkdür, bir babam Caxurdur, gedir, yəni dağlar Caxur gedir, bir tərəfim türkdür, bir tərəfim, yəni görürsünüz, ortada bir qarışıq. Nə gözəl, araşdırmışsınız hətta. 100% və təbii ki, mən özüm araşdırmışam. İstəyəcəm ki, gələcək nəsil də bunu bilsin. Ən azı 7 şəcərəsini unutmasın da, hara qədər getdiyini. Məndə qarışıq var, ləzgisi var, nə bilim, hardasa avarı da var, türkü də var, təmiz Oğuz türkü də var. Uca boy olmaq üçün mütləq sağlam olmaq üçün, sağlam olmaq üçün genetikada dəyişikliklər mütləq lazım. Yəni, eyni kətdən, eyni qohumdan buradan çıxmaq lazımdır. Hündürboy olmaq böyük xoşbəxtlikdir. Bir dənə o köhnə kətdəki evlər olur. Onların qapısından keçəndə ehtiyatlı olmalısan. Ümumiyyətlə, xüsusi boyla bağlı məşqlər olur. Onu bir məsləhətləşmək lazımdır. Mən görmüşəm, çox qəssə boy olan ailələr olubdur. Amma övladı uşaq vaxtından onun üzərinə düşüb, onunla bağlı məşqlər edib, həkimə müraciət edib və baxırsan ki, bu insan 15-20 santıma qədər boyu qalxırdı. Bəli, bəli. Xüsusi məşqləri var onun, xüsusi bir həkim var onunla bağlı. Təşəkkür edirəm ki, vaxt ayırdınız bu günləri bizlə həm söhbət oldunuz. Gözəl havada. Bəli, gözəldir. Hava da gözəldir, söhbətimizdə. Təşəkkür edirəm.
Bəzi vitamin kapsullarını, həmçinin boy hormonunu artıran dərmanları qəbul edərək hündür olmağa çalışan insanlar var. Amma bu məsələdə çox diqqətli olmaq lazımdır. Çünki fayda əvəzinə bilmədən zərər görə bilərsiniz. Bir həqiqət var ki, boy hormonlarını körtəbii istifadə olunması ümumiyyətlə qadağan olunmalıdır. Elə həkim var ki, ümumiyyətlə bunu düzgün istifadə etmədən uşaqlara yazır. Çünki boy hormonu qanda normaldadırsa, amma uşağın özü balaca boydursa və yaxud da ki, orta statistik göstərici göstərirsə, bunun istifadəsi həmin uşaqlara göstəriş olmamalıdır. Çünki bu digər orqanların böyüməsinə səbəb ola bilər. Əlləri böyük ola bilər, burnu böyük ola bilər, qulaqları, dodaqları və s. bu kimi, yəni əks effektlər verə bilir. Boy hormonu müalicəsi bütün dünyada qəbul olunmuş ən etibarlı, ən güvənilir və ən effektiv müalicədir. Boy hormonundan başqa boy geriliyini müalicə edən vasitə yoxdur. Sözsüz ki, əgər başqa bir səbəb varsa, səbəb aradan qaldırılanda boy artır və s. amma vitaminlər, kalsium kimi preparatlar boy artırılır. Voleybol, basketbol, üzgüçülük, xüsusilə müasir dövrdə stretching, yəni gərilmə hərəkətlərinin icrası boyun uzanmasına müsbət təsir göstərir. Onlar əzələləri daha elastik edir, sümük inkişafını isə dəstəkləyir. Ümumiyyətlə, bütün idman növlərinə başlamamışdan əvvəl, misal üçün, istər döyüş növləri olsun, istər güləş növləri olsun, məsləhət olardı ki, uşaqları 4 yaşından sonra gimnastika idman növünə qoysunlar. Bədən ümumi inkişaf olunandan sonra istədikləri idman növünə qoyub, orada davam etdirə bilərlər rahat. Əzələ dartılmalıdır ki, sümük rahat inkişaf edə bilsin. Yoxsa çox vaxt ancaq fiziki hərəkətlər eləyirlər başqa idman növlərində və sıxılma baş verir. Bizdə amma əzələni boşaldırıq, dartırıq ki, sümük rahat dartılsın. Most hərəkətləridir, şpaqat hərəkətləridir, ondan sonra tunikdə sallanma hərəkətləridir, xüsusi hərəkətlərdir, sırf sallanma deyil. Yəni, hərəkətləri orada, misal üçün, onurğanı rotasiya eləmək lazımdır sağa sola, ondan sonra yerə dabanlarla dartılma hərəkətləridir. Stretching hərəkətlər əsasən hər gün olunmalıdır və bir neçə dəfə. Misal üçün, başlanır, tutalım, tunikdə olan hərəkətlər, dartılma hərəkətlər 10, 12, 15 saniyədən 30 saniyəyə qədər hər hərəkət. Hər gün 5-6 dəfədən başlayır, 10-12 dəfəyə qədər qalxır. Uşaq yaşlarında olanda daha çox basketbola yönəldirlər uşaqların ki, birisi də basketbolla məşğul olan şəxslərin boyu həddindən artıq normadan çox-çox, yəni ən az 1.90 boyunda olurlar. Bu, onun məşğul olduğu peşə birbaşa onun dayaq hərəkət sisteminə təsirinə bağlıdır. Sümüklərin böyümə mərkəzinin açıq olması önəmlidir. Yəni ki, 25 yaşından sonra basketbolla məşğul olsan, sənin boyun uzanma ehtimalı çox azdır. Amma başlasan 8-9 yaşından ehtimal çoxdur. Ümumiyyətlə, genlərin belə bir dəyişmə formaları var. Özünü müxtəlif xüsusiyyətdə özünü biruzə etmək xüsusiyyəti var və bədən tərbiyəsi əslində bu genlərin aktivliyini müsbət tərəfə dəyişə bilir. Stretching məşğələlərində əsas məsələlərdən biri də düzgün dartınma hərəkətini yerinə yetirməkdir. Turnikdən əvvəl isinmə hərəkətləri olmalıdır yerdə. Yəni ki, əzələ isinməlidir, dartılmalıdır. Ondan sonra artıq turnik hərəkətləri olunmalıdır. O da yuxarı dartılma deyil. Yəni ki, belə dartılma deyil, sırf aşağı dartılmadır. Ki, fəqərələr bir-birindən aralansın, əzələlər dartılsın, sıxılmasın. Yuxarı dartılanda sıxılırıq. Amma aşağı dartılanda bizim əzələrimiz rezin kimi daxil. Dartılır, dabandan aşağı dartılır. Onurğa aralanır bir-birinə, fəqərələr aralanır bir-birindən deyə ona görə daha tez biz nəticəni alırıq. Kökün qida rasionuna daxil edilməsi də çox önəmlidir. Meyvələrdir, tərəvəzlərdir, əsasən də gün ərzində mütləq kök yeyilməlidir. Ən azı 2 dənə. Tək uşaqlara deyil, böyüklərə də məsləhət görərdim ki, stretching hərəkətləri etsinlər. Çünki, misal üçün, kimdəsə skolyoz, kifoz, qamət pozğunluğu varsa, valgus deformasiyası varsa, istər dizlərdə, istər ayaqlarda, yəni onlara çox böyük köməyi olur. İdmanın bəzi növləri boy uzanmasına yaxşı təsir etsə də, ona əks təsir edən növlər də var. Güləşçilər olsun, ağırlıq qaldıranlar olsun. Bunlarda da bəzən görürük ki, boy qısalıqları müşahidə edə bilirik. Əziz izləyicilər, yaxşı yuxu boyun inkişafı üçün çox vacibdir. Çünki yuxu zamanı bədən böyümə hormonunu ifraz edir. Çalışın gecələr uşaqlarınız 7-9 saat yatsınlar.
yuxunun müəyyən bir fazaları var ki, orada yuxuya getdikdən sonra dərin yuxu fazasında artıq boy hormonu ifraz olunmağa başlayır və biz o fazanı qaçırdırıqsa, həmin periodda yatmırıqsa, sözsüz ki, boy hormonu ifrazı azalacaq. Amma bu yenə də fizioloji halda. Yəni uşaqları bəzən valideynlər uşağın boyu giridir, zor tətbiq edərək uşağı yatsızdırırlar. Bu müalicəvi metod deyil. Bu sadəcə uşağın sağlam həyat tərzi, sağlamlığı üçün önəmlidir. Bəli, fizioloji boy hormonunun ifrazı üçün önəmlidir. Amma bir uşağın boy hormonu əskikdirsə, biz onu nə qədər vaxtında yatızdırsaq, nə qədər uzun müddət yatızdırsaq da boy artırıcı effektinə nail ola bilməyəcək. Burada vacib məqam ondan ibarətdir. Yuxu saatına gəldikdə isə hər yaş qrupunun özünə məxsus yuxu saatı vardır. Sözsüz ki, arzu olunan 8 saatdır. Ortalama 8 saat uşaqların yatmasıdır və az yaşlı uşaqlarda axşam saat 10-da, bir qədər böyük uşaqlarda isə 23:00-da yatmaqları məqsədə uyğundur. Qızlarda boy artımı əsasən 16 yaş, oğlanlarda isə 18 yaşa qədər davam edir. Nadir hallarda boy uzanması 23-25 yaşa qədər davam edə bilər. Yeniyetməlik başlayanda insanın boyu stabil artır. Yeniyetməlikdən sonra yeniyetməliyin davam etmə müddəti təxminən 2-3 ildir. Bu müddət başa çatandan sonra insanın boyu da dayanır. Yeniyetməlik qızlarda təxminən menstruasiyadan 2 il sonra tamamlanır. Bu zəmanəmizdə 14 yaş kimidir. Təxminən oğlanlarda da bu ergənliyin görünən bir əlaməti yoxdur. Amma orada da xaya ölçüsünün tamamlanmasıdır, 25 milliyə çatmasıdır ki, bu etapda təxminən oğlanlarda 15-16 yaşda tamamlanır. Tibbdə boyu uzatmaq üçün mürəkkəb və bahalı metod əməliyyatdır. İlizarov üsulu kimi populyarlıq qazanan bu cərrahi müdaxilə kimləri olar? Deyirsinizsə, diqqətlə baxın. İlk olaraq boy uzatma əməliyyatı deyə bir şey olmuyor. Nə olub? Anadan gəlmə, deməli, konjenital qısalıqlarda, deyərim, tək tərəf qısadır, onu eşitləmək üçün, yəni eyni səviyyədə gətirmək üçün segment uzatması eləyiblər. Yəni, bud və baldır uzadıblar. Bu da İlizarov başlayıb 51-ci ildən sonra müasir dövrə qədər də gəlib çıxıb. Bəzən insanlar gəlir 1.70 boyunda, 1.75 boyunda biz boyumuzu uzatmaq istiyoruz. Əlbəttə ki, bunlar yol verilməzdir. Ne mənada? Çünki hər bir əməliyyat riskdir. Uzatdığımız bölgə əyilə bilir, sına bilir, yalançı oynaqlar meydana gəlir. İlizarov metodu az travmatik, yəni mini travmatik metoddur. Niyə? Çünki sümük iliyinə böyük zərər vurmursan. Obri əməliyyatların, məsələn, intermediar uzatmalarda orada bir neçə əməliyyat, xəstənin bir neçə əməliyyat keçirməsi lazımdır. Və İlizarov metodunda çapraz uzatma və yaxud da ki, tək tərəfli uzatma, aşağı ətraf olsun, yuxarı ətraf olsun, bunlar deməli bu metodlardan istifadə edirlər. Məsələn, bir bud, bir baldır uzadılır, sağ tərəfdə 6-7 aydan sonra sol tərəf eyni əməliyyat deməli həyata keçirilir. Əməliyyatların qiymətləri hardasa 5.000, 6.000 manatdan 15.000 manata qədərdir. Ancaq o intermediar çivilərin o əməliyyatda istifadə olunan malzemənin qiyməti 12-15.000 manatdır. Hələ əməliyyatı demirəm və dollar üzərindəndir. 15.000, 16.000, 20.000 dollara. Amerikada bu 100-150.000 dollara deməli mali olur. Bir etap. Düşünün ki, axondroplaziyada sağ tərəf uzayacaq, sol tərəf uzayacaq, bir də bazı sümüklərini uzadırlar. Gör, neçəyə mali olur. Boy qısadırsa onu uzatmaq lazımdır. Ancaq hansı xəstələrdə 1.50, 1.60 olan, məsələn, qadın və kişilərdə və yaxud da ki, qadınlarda 1.60 boyuydu, biraz normal görünmək istəyir, deformasiyası. Çünki bunlar sonunda dizdə olan deformasiyalar qonoartrozlara gətirib çıxardır. Sonradan dizdə olan ağrılara gətirib çıxardır. Ancaq mənim 1.70 boyum var, istəyirəm daha da uzun olum. Bu xəstələrə mən biraz təmkinli yanaşıram və demək olar ki, o əməliyyatları eləmirəm. Son olaraq qeyd edim ki, əgər övladınız bir ildə 5 sm-dən az boy atırsa, son bir ildə geyimlərinin, ayaqqabısının ölçüsündə dəyişiklik yoxdursa, sinifdə hamıdan balaca olması ilə bağlı şikayət edirsə, boyunun balacalığından dolayı özünə olan güvənini itirirsə, deməli, narahatlığa əsas var. Fiziki passivlik bütün dünyada ən böyük qlobal problemdir. Ən çox da inkişaf eləmiş ölkələrdə bu gördüyümüz bir problemdir. Tövsiyələrim odur ki, daha aktiv həyat tərzi keçirsinlər, sağlam qidalansınlar və zərərli vərdişlərdən dediyim kimi telefondur, planşetdir və digər oyun avadanlıqlarından uşaqlara məhdudlaşdırılsınlar gün ərzində istifadələrini və daha çox o tiplə maarifləndirici söhbətlər eləsinlər.
uşaqlara bunun faydalarını, yararlarını və gələcək perspektivlərini izah eləsinlər. Genlərin əksəriyyəti yatmış formadadır. Həyatı yaşadığımız müddətdə biz bir çox genləri aktivləşdirə bilirik və bu aktivləşdirmə əslində biz valideynlərimizin əlindədir. Mütəxəssislərimizin sözlərindən sonra bu qənaətə gəldim ki, uşaqların boyunun qısa olmaması üçün valideynlərin üzərinə böyük yük düşür. Əziz valideynlər, ümid eləyirəm araşdırmamız işinizə yarayacaq. Gələn həftə yenidən görüşənədək. Hələlik!